Ya keçməzdən əvvəl kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Bakıda və Abşeron yarımadasında iyulun 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Yeni Sabah az xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22 dərəcə isti, gündüz 26-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70%, gündüz 50-55% olacaq. Pizza sifarişi. Sabah Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-23 dərəcə isti, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacaq.